Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bu gün sizlərin qarşısında Taobao-dan necə fərqli kargo şirkətlərindən sifariş vermək olar, bunlar haqqında sizlərə məlumat verəcəm. Bundan əvvəlki videolarımızda Taobao-da Asia Cargo-dan birbaşa sifariş vermişdik və çox suallar gəlir ki, X-Cargo kimi və ya da StarX kimi bu saytlardan necə adresi dəyişdirərək sifariş vermək olar, bunun haqqında video gəlsin. Mən də bu videonu sizlər üçün hazırlamışam. Əlimdən gəlincə ən asan variantından. Saytımız Çin dilindədir. Bu da bizim işimizi biraz bilirəm çətinləşdirir, amma yenə də ən asan variantından mən sizlərə bunu göstərməyə çalışacağam dostlar. Mən burada X-Cargo-dan istifadə eləyirəm. Yəni ki, siz fərqli bir saytdan istifadə eləyə bilərsiniz. Qiymət müqayisəsi eləyə bilərsiniz. Hansı ki, Asia Cargo ola bilər bəlkə baha gətirir. X-Cargo-na baxan daha ucuz gətirə bilər. Yəni çəkiyə görə özünüz müqayisə eləyə bilərsiniz. Müqayisə videosu ki bizim kanalımızda var. Videonun açıqlama bölməsinə əlavə etmişik dostlar. Bu şəkildə X-Cargo-dan qeydiyyatdan keçmişəm. Daxil olduqda buradan Çin adresinə daxil olursunuz. Yəni ki, buradan Çin ünvanına daxil olursunuz. Qeyd edim ki, hansı siz saytdan istifadə edirsinizsə, yəni şirkətdən istifadə edirsinizsə, kargo şirkətindən, həmin bu adreslərin bölməsini kontrol edin ki, hansı ki Çindən daşınma adresi olsun. Bu şəkildə mənim burada Çindən gətirmək üçün adreslərim var, yəni ki öz profilimdə. Qeyd edim ki, X-Cargo kimi saytlardan, yəni ki X-Cargo-dan kim qeydiyyatdan keçmək istəyirsə, onun haqqında da kanalımızda kifayət qədər video var. Yəni bu şəkildə mənim adreslərim var. Daxil olduqdan sonra bu bölməyə və keçirəm mən Taobao saytına. Taobao saytına daxil oluram. Bu şəkildə istədiyiniz hansısa bir məhsulu səbətə əlavə eləyə bilərsiniz. Mən burada hər hansısa bir məhsulu səbətimə əlavə etmişəm və keçid edirəm sifariş bölməsinə. Sifariş bölməsinə daxil olduqda sizdə əgər ilk dəfə sifariş verirsinizsə bu şəkildə gələcək. Yox, əgər Azərbaycan ünvanı seçmişsinizsə bunu silin. Buradan bu şəkildə klik edib silmək olur. Yəni ki, bu əgər Azərbaycan ünvanı yazmısınızsa, siz birbaşa Asia Cargo gətirəcək. Yox, əgər fərqli bir kargo əlavə etmək istəyirsə, burada gördüyünüz kimi X seçeneği seçirsiniz. Yəni ki, X-dəki ox işarəsini seçirsiniz. X-də bu şəkildə, yəni burada adres bölməsi gəlir. Hansı ki, burada adresləriniz, ad, soyad və nömrə əlavə edirsiniz. Təbii ki, buradakı bu həmən bölməyə X-Cargo ünvanındakı adresi yazmış olur. Baxın, bu şəkildə kontrol edib, bu şəkildə bura əlavə edəcək. Deməli dostlar, ilk seçənəkdə ox işarəsini seçirik. Burada belə bir yazılar gəlir. Yəni Çin dilində gəlir. Bunu sizə ən asan variantını, yəni mən ən azından bu şəkildə eləmişəm. Mən sizə qeyd edeyim. Baxın, belə gəlirmi bu şəkildə? Gəlirsiniz buradan, bu düyməni basıb X-Cargo-dakı ünvanına baxırsınız. İlk seçənəkdə burada yazıb ki, Provider State bölməsi var. Provider State bölməsində baxın, yazılıb ki, Çin dilində belə bir yazı çıxır. Gəlirsiniz həmən yenədən Taobao saytına. Yəni yazıları buradan baxırsınız, kontrol edirsiniz. Yəni hansı yazılar seçilidirsə, bunların ya şəkildə çəkə bilərsiniz. Yəni bunun ən asan variantı başqa bir telefon varsa, dostunuzun telefonunda X-Cargo-ya daxil olub ona baxaraq eləsəz daha yaxşıdır. Yəni mən buradan baxıram, yəni ki, daxil oluram yenidən Taobao saytına. Adres bölməsi açılır. Baxın, yenidən adres bölməsini seçirəm. İlk seçənəyə klik eləyirəm. Və burada eynən X-Cargo-da seçili olan həmən adresləri seçirəm dostlar. Baxın, məndə bu şəkildə seçilidir. Gördüyünüz kimi, nə seçilidirsə onu yazıram. Baxın, gördüyünüz kimi. Üçüncü seçənəkdəki nədirsə, baxın, gördüyünüz kimi, nə seçilirsə onları seçirik. Baxın, mən də burada misal üçün başqa seçənək seçdim. Həmin bölmənin üstünə gəlirəm. Yenidən səhv eləsəz, yəni adres bölməsinə daxil olursunuz. Yenidən bu adresləri dəyişdirə bilərsiniz, qeyd edeyim ki. Yəni ki, adresi düzgün olmağına fikir verin da. Yəni burada səhv olsa sifariş verirsən, problem yaşaya bilərsiniz. Yenidən seçirəm. Baxın, məndə avtomatik seçilidir. Baxın, burada həmən bu
İkinci seçenəkdə adres seçənəyində bu seçənəyi seçirəm. Üçüncüdə isə yəni baxın məndə birinci sırada çıxır, Xcargo-da bu şəkildədir. Yəni mən etdiyim kimi burada birə-bir eləyib də adresləri seçə bilərsiniz dostlar. Yəni əgər çətin gəlirsə siz Xcargo-dan baxıb eləyə bilərsiniz. Baxın gördüyünüz kimi mən artıq burada seçdim. Üçüncü ən aşağıda baxın gördüyünüz kimi eynidir. İlk seçənəyi seçirəm. Baxın gördüyünüz kimi kontrol edirəm, bu şəkildə seçirəm. Artıq bu bölmədə həmin bu seçili oldu. Yəni ki hansı ki statiya bölməsi seçili oldu. İkinci seçənəyimiz isə Xcargo-nun adresini soruşur. Yəni ikinci seçənəkdə Xcargo-nun adresi. Bunu da etmək üçün siz burada həmin Xcargo-nun adres bölməsinə yenidən buradan Çin ünvanını seçirsiniz və buradan adres bölməsinə bir kərə klik edib seçirəm və Taobao proqramına daxil oluram. Proqrama daxil olduqda burada ikinci seçənəkdə adreslər bölməsinə buradan bir dəfə bu həmin adresi yapışdırıram. Yapışdırdıqdan sonra üçüncü seçənək isə ad soyadı soruşur. Mən burada sizin üçün tərcümə edirəm. İstəsəz siz tərcümə eləyə bilərsiniz. Yəni mən burada Xcargo-da daxil olan ad soyadımı daxil edirəm. Və daha sonra burada nömrə bölməsi var. Nömrə bölməsində də ki, burada mən Xcargo-da olan nömrəni daxil edə bilərsiniz. Baxın gördüyünüz kimi. Kopyalayıb da yapışdıra bilərsiniz. Və yaxud mən baxıb yazacağam. Burada nə yazılıb? 156 26 11 30 80. Onsuz da avtomatik adres çıxır, ad soyad çıxır. Sadəcə siz burada nömrəni yapışdırırsınız. Yəni ki, nömrəni yapışdırırıq. Nömrəni də yapışdırdıqdan sonra bu ikinci seçənəyi seçirik. Bu 86 seçənəyini silməyiniz lazımdır. Yəni birbaşa nömrəni yazmalısınız. Burada sildiniz. Baxın, ikinci seçənəyi seçdim. Burada hansı birini seçə bilərsiniz. Mən ikincini seçirəm. Və burada adres bölməsinə əlavə etdim. Dostlar, adres bölməsinə əlavə etdikdə mütləq şəkildə istəsəz buradan adresi yenidən kontrol edə bilərsiniz. Çünki düzgün bir şəkildə olmalıdır. Yəni mən burada əlavə etmişəm. Bu yeni adresdir. Burada yəni düzgün bir şəkildə əlavə edib etməmənizi kontrol edə bilərsiniz. Baxın. Bir kərə klik eləyirəm. Yəni istəsəz təzədən bu adresi seçə bilərsiniz. Yəni hansı ki bu adres burada baxın. Mən etdiyim kimi yenidən eləyə bilərsiniz. Baxın gördüyünüz kimi. Birinci seçenek burada seçdim. İkinci avtomatik seçilidir. Baxın gördüyünüz kimi bu seçilidir. Buradan da həmin bu bölməni seçirsiniz. Üçüncüdə ki birinci seçeneği seçirsiniz. Yenidən göstərirəm ki baş qarşılığı olmasın. Bunu seçirəm. Baxın Xcargo adresi bu şəkildə. Adresimi seçdikdən sonra ilk statiya bölməsinə, ikinci seçeneğe adres bölməsini yazırsınız Xcargo'dakı, üçüncüyə ad soyad yazırsınız. Baxın məndə avtomat seçilidir. Bu şəkildə seçirəm və sonda da ki nömrəni yazırsınız. Nömrə də seçili olduqdan sonra burada ikinciyi seçirsiniz. Baxın, yəni bu adres bölməsində də ki mən burada adresi yapışdırmışam. Bir dəfə istəsəz yenidən yapışdır. Əgər əlavə olunmayıbsa, yenidən adresi yapışdıra bilərsiniz. Adresim əlavə olunmuş oldu. Yenidən burada qələm düyməsini seçib siz yenidən adresi kontrol edə bilərsiniz. Baxın gördüyünüz kimi adres bölməsi Xcargo'nun verdiyi adresi yapışdırmışam. Üstdəki şəhər seçənəyinə, yəni stat seçənəyinə Xcargo'nun adresini yapışdırmışam və ad soyadımı yazmışam. Xcargo'nun verdiyi nömrəni yapışdırmışam dostlar. Bu şəkildə etdikdən sonra da daha sonra adresiniz əlavə olundu. Artıq siz Xcargo'nun adresindən çatdırmış olacaqsınız. Təbii ki burada kart məlumatınızı yazırsınız. Mən burada özümə kart məlumatı əlavə etmişəm. Siz istəsəz buradan yenidən hansısa bir kart əlavə eləyə bilərsiniz. Buradan kart nömrənizi yazıb ödənişinizi eləyirsiniz. Yəni ödəniş etdikdən sonra Xcargo'dan siz həmin məhsulu Xcargo'dan çatdırmış olursunuz. Təbii ki Xcargo'nun çatdırma və bəyannamə prosesi necə olur? İlerleyen videolarımızda bir dənə məhsul sifariş verərik, Xcargo'dan çatdırarıq. Sizlər üçün də göstərərək dostlar. Buradan məlumat verib və ödəniş bölməsini sıxırsınız. Artıq sizin adresiniz Xcargo olmuş olur. Qeyd edim ki, fərqli adreslərdə istifadə edə bilərsiniz. Yəni StarX-də kimi və yaxud da nə bilim Dəmir Kargo, belə fərqli kargolar var. Hansı ki onlarda Çindən çatdırılma var. Yəni ki onların da adresini kopyalayıb, yapışdırıb siz sifariş verə bilərsiniz. Fərqi yoxdur. Yəni mən burada Xcargo'nun test üçün göstərmişəm. Dostlar, videomuz bu qədər idi. Ümid edirəm ki videoda sizlər üçün daha aydın şəkildə izah eləyə bilmişəm. Yəni ki Xcargo'dan istifadə etdik. Fərqli
kargolardan istifadə edən varsa və ya da daha ucuz variantını bilən varsa yazsın kommentlərə və ya da çətinlik çəkən varsa kommentlər bölməsində yazsın. Biz sizlərə kömək eləyərək dostlar, yəni ki, çalışaraq hamınıza cavab verərək təqdim etdi Fikirli kanalı.